Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Bakü stüdyomuzdan herkese merhaba. Ben Özlem. Karşımda yine her zamanki gibi sakin ve bilge duruşuyla Ali var. Ali selamlar. Bakü'de nasıl bir cumartesi sabahına uyandınız? Salam Özlem. Herkesi Bakü'den salamlayıram. Burada hava hoşdur. Güneşli bir həftə sonu başlayır. Ancaq gündəm hər zamanki kimi olduqca hərəkətlidir. O hareketli gündemi senden dinlemek için sabırsızlanıyorum zaten. O zaman ilk haberle başlayalım istersen. Sanırım Cumhurbaşkanı İlham Aliyev'in bir yurt dışı ziyareti vardı. Bəli, elədir. Cənab Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri bugün başa çatıb. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Enerji, nəqliyyat və tranzit sahələrində yeni razılaşmalar imzalanıb. Bu, orta dəhlizin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən bir səfər idi. Orta koridor yani. Türkiye için de çok önemli bir proje. Peki bu ziyaretin somut çıktıları ne oldu? Yani sadece niyet beyanları mı var yoksa belirli projeler için takvimler belirlendi mi? Örneğin Hazar geçişiyle ilgili yeni bir gelişme var mı? Çox konkret addımlar atıldı Özlem. Xüsusilə də limanların əlaqələndirilməsi və rəqəmsal platformaların inteqrasiyası ilə bağlı texniki sənədlər imzalandı. Bu o deməkdir ki, gələcəkdə yüklərin Aktau və Bakı limanları arasında daşınması daha sürətli və şəffaf olacaq. Həmçinin Qazaxıstan neftinin bir hissəsinin Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına çıxarılması həcminin artırılması barədə də prinsipial razılıq əldə edilib. Anladım. Bölgesel işbirlikleri demişken gözleri biraz da kuzeye, Rusya'ya çevirelim. Oradan da önemli bir haber var gibi. Bəli, Rusiya prezidenti Vladimir Putin yeni bir fərman imzalayıb. Bu fərmana əsasən, keçmiş Sovet İttifaqı ölkələrində doğulmuş və Rus dilini bilən minlərlə insanın Rusiya vətəndaşlığı alması asanlaşdırılır. Qərar xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən olanları əhatə edir. Bu, Rusiyanın demoqrafik vəziyyətini yaxşılaşdırmaqla yanaşı, regiondakı təsirini artırmağa yönəlmiş bir addım kimi dəyərləndirilir. Bu çok ilginç bir gelişme. Peki bu durum Azerbaycan vatandaşlarını ne kadar etkiliyor? Yani Azerbaycan'dan Rusya vatandaşlığına geçmek isteyen çok insan var mı? Bir de bu kararı Putin'in Ermenistan'a yönelik son açıklamalarıyla birlikte okumak gerekir mi? Seçimlere bir ay kala Ukrayna'yı hatırlatması bir tehdit mi sence? Çox doğru bir nöqtəyə toxundun Özlem. Bu iki xəbər bir-biri ilə bağlı oxunmalıdır. Vətəndaşlıq məsələsi Rusiyada yaşayan və işləyən milyonlarla Azərbaycanlı üçün müəyyən imkanlar yaradır. Ancaq Ermənistana edilən xəbərdarlıq tamamilə fərqli bir geosiyasi məzmun daşıyır. Putin, İrəvandakı seçkilər ərəfəsində qərblə yaxınlaşma siyasəti yürüdən qüvvələrə açıq bir mesaj verir. Ukrayna xatırlatması Rusiyanın öz təsir dairəsi hesab etdiyi bölgələrdəki dəyişikliklərə nə qədər həssas yanaşdığını göstərir. Bu, birbaşa hədə olmasa da çox ciddi bir xəbərdarlıqdır. Yani Rusya bir yandan yumuşak güç unsuru olarak vatandaşlık kartını oynuyor, diğer yandan da sert güç potansiyelini hatırlatmaktan çekinmiyor. Çok katmanlı bir strateji. Peki bu siyasi çalkalantılar ekonomiyi nasıl etkiliyor? Özellikle petrol fiyatlarında bir şok yaşandığı söyleniyor. Bəli, dünya bazarında neft qiymətləri son ayların rekord səviyyəsinə çıxıb. Qlobal neft ehtiyatlarının azalması və Asiya ölkələrindən tələbatın kəskin artması qiymətləri yuxarı çəkib. Bu əlbəttə ki, Azərbaycan kimi neft ixrac edən bir ölkə üçün müsbət xəbərdir. Dövlət büdcəsinə və neft fonduna daxil olmalar artır. Ancaq bu vəziyyət iqtisadiyyatın neftdən asıllığını bir daha gündəmə gətirir. Tam da bunu soracaktım. Petrol fiyatlarının artması güzel ama bu durum ekonominin çeşitlendirilmesi çabalarını yavaşlatma riski taşıyor mu? Bu arada bir yandan da Azerbaycan'a yapılan yatırımlarda bir artış haberi var. Bu yatırımlar hangi alanlarda yoğunlaşıyor? Doğru sualdır. Hökumət də bu riskin fərqindədir. Elə buna görə də qeyri-neft sektorunun inkişafı prioritetdir. Trend Azın yaydığı xəbərə görə 2026-cı ilin ilk rübündə, yəni ilk 3 ayında ölkənin əsas kapitalına qoyulan investisiyalarda təxminən 15% artım var. Bu artımın böyük hissəsi azad edilmiş ərazilərin bərpası, yaşıl enerji layihələri və kənd təsərrüfatı sektorlarına yönəlib. Yəni, artıq təkcə neft və qaz deyil, alternativ sahələr də investorlar üçün cəlbedici olmağa başlayıb. Mərkəzi Bankın ilin ilk rübündə 23 depozit hərracı keçirməsi də maliyyə stabilliyini qorumağa və inflyasiyanı cilovlamağa yönəlmiş addımlardandır.
Anladım. Yani ekonomi bir yandan petrol gelirlerinin keyfini çıkarıyor, bir yandan da geleceğe yatırım yapıyor. Bu olumlu bir tablo. Peki Ali, bütün haberler böyle resmi kaynaklardan ve olumlu gelişmelerden mi ibaret? Bağımsız medyanın, örneğin Azatlık veya Meydan TV gibi platformların gündeminde neler var? Bazen daha farklı konularda olabiliyor. Əlbəttə, alternativ gündəmdə mövcuddur. Məsələn, Azadlıq Radiosunun yaydığı 2 xəbər son günlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Birincisi, Avropada yaşayan siyasi blogger Tural Sadıqlının valideynlərinin Azərbaycandan çıxışına qadağa qoyulması ilə bağlıdır. Sadıqlı, bunun siyasi fəaliyyəti ilə əlaqədar olduğunu və ailəsinə təzyiq məqsədi daşıdığını iddia edir. Bu çok ciddi bir iddia. Aileye seyahat yasağı getirmek. Peki ikinci haber neydi? İkinci xəbər daha da həssasdır. Həbsdə olan bir jurnalistin, adını hələlik açıqlamırlar, təcridxanada dövüldüyünə dair iddialar var. Vəkilləri onun bədənində zorakılıq izləri olduğunu bildirirlər. Bu xəbərlər təbii ki, ölkədəki insan hüquqları və mətbuat azadlığı mövzusundakı müzakirələri yenidən alovlandırıb. Rəsmi qurumlar hələlik bu iddialarla bağlı ətraflı açıqlama verməyib. Umarım bu iddialar en kısa sürede araştırılır ve gerçekler ortaya çıkar. Gazetecilerin ve eleştirel seslerin aileleri üzerinden baskı görmesi kabul edilemez. Peki bu ağır konulardan sonra biraz daha günlük hayata, sokağa dönelim mi Ali? Bakü'de taksi şoförlerinin bir derdi varmış sanırım. Bəli, bu da Musavat qəzetinin gündəmə gətirdiyi bir mövzudur. Bakıdakı taksi şoförlərinin əsas problemi yeni tənzimləmələr və onlayn taksi platformalarının komissiya haqlarının yüksək olması ilə bağlıdır. Həmçinin avtomobillərin texniki standartlara uyğunlaşdırılması üçün tələb olunan xərclər də onları çətin vəziyyətdə qoyur. Nəqliyyat Agentliyi isə bildirir ki, bu tənzimləmələr sərnişin təhlükəsizliyi və xidmət keyfiyyətini artırmaq üçün zəruridir. Bu sorunlar bize hiç yabancı değil Ali. İstanbul'da, Ankara'da da yıllardır taksicilerle dijital platformlar arasında benzer tartışmalar yaşanıyor. Sanırım bu teknolojinin getirdiği bir küresel dönüşüm sancısı. Bakü'de bir orta yol bulunabilecek mi bakalım? Ali, bugün de gündemin nabzını seninle tuttuk. Ağzına sağlık. Sənin də ürəyinə sağlıq Özləm. Həmişəki kimi dərin suallarınla mövzuları daha da açmağa kömək etdin. O zaman dinleyicilerimize veda edelim. Azerbaycan ve bölge gündeminden en sıcak haberlerle yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo